Axşamınız xeyir, necəsiniz dostlar? Baxıram, deməli, sosial şəbəkələrdə Sabina Selcan mənə görə ilk baxışdan bu özünə reklam axtarır. İndi fırlandı, gəldi, yapışdı. Hardan? Yalan danışma kursu Şəbnəm var. Tovuzla. Mütləq yazılacaq. Bir çoxları Yalan zaten danışmaq öyrənib. Bu unudulmağa qədər, doğru nöqtə. gedəndə Mən Şəbnəm məcburi Tovuzun adını kimsəyi tutur. tərifləyə bilmirəm. Bəli, indi bir Özümə çoxunuz belə tərif düşünərsiniz edirəm. ki, Bununla Şəbnəm qürur mənim duyuram. çox Keşke yaxın belə dostumdur. bir Mən dəfə xətrimə dəyim. tərif keçdi edirəm ki, bu video kənardan belə anlaşdılar, amma əsla. Əvvəla mən də o ad gündə olmuşam. Ay əzizim Sabina Selcan. Mən orada belə wow, belə gəlib verilişlərdən verilişlərə gəzib, belə bunu bu şəkildə izah etmək, yəni gərəksizdir. Görür ki, necə sənətkarlar var idi Şəbnəm Tovuzlunun ad günüsündə. Nasbəri xanım, Mələkə xanım, Əsiyadova, canım sizə nə desin, Röya xanım, Ayxan da oradaydı, Alim Qasımovun elə özü adı bəsdir. Yəni kimlərdə Manaf Ağayev, Nüşabə Ələsgərli və s. ilaxır və sən və sənin kimi kateqoriyada iki müğənni var idi. Geri qalanlar hamısı sənətkarlar idi. Sən çıxırsan, bugün Şəbnəm Tovuzluya irad bildirirsən. Bu bilirsiniz nəyə bənzəyir? Niyə mən bax bu fikirlərimi sizinlə bölüşmək istəyirəm? Sən cəmaatın ad günüsünə gəlirsən, süfrəsinin başında oturursan, çörəyini yeyirsən, o çörək hələ boğazdan məydəyə düşməmiş, çıxıb onun qeybətini qırırsan. Bu doğrudurmu? Durub deyirsən ki, ətim tökülür, mən deyir, axtaracağım, yalan danışmağın kursunu axtaracağım, gedib yazılacağım ora. Az elə yalanların kraliçası sən özünsən, bacı. Sən elə bu yaxınlarda Yalçın Oğur'un verilişində güya başın gicəlləndi, yıxıldın. O yalan değildi. Ay cəmaat, bir mənə başa salın, bəlkə mən dəli olmuşam. İnsanın ürəyə gedəndə belə gedir. Sonradan mikrofonu da belə eləyirmi? Yəni ürəyə gedəndən sonra mikrofon niyə gəlir belə eləyir? Yəni yalancıların kraliçası sənsən, indi də güya yalan danışan, nə bilim, haranı axtarırsan ki, kursa yazılasan. Yox, elə sən onun bunun haqqında danışmağı kənara qoy. Yalançılıqda müəlliməsən, hətta deyərdim ki, həmin məktəbin direktorusan. İncimə, amma mən bunu deyəcəm. Sən cəmaatın ad gününə gəlirsən, yeyirsən, içirsən, çörək məydəvə getməmiş çıxıb qeybətini qırırsan. Və sonra da çıxırsan, isyanlardayam deyirsən. Reklam axtarırsan bacı. Vallahi reklam axtarırsan.